Hər kəsə salam. Videodan da gördüyünüz kimi, bugün yenə zoom bəyazlatma ilə pasiyentimizi arzuladığı dişlərə qovuşdururuq. Prosedurdan öncə və sonra şəkillər çəkilir. Hal-hazırda gördüyünüz öncəki halıdır. Ümumiyyətlə fotoprotokol zoom bəyazlatmanın ən əsas mərhələlərindən biri sayılır. Daha sonra diş ətlərini izolyasiya edib, videoda da gördüyünüz kimi zoom bəyazlatma gelini dişlərin üzərinə tətbiq etməyə başlayırıq. Və bu prosedur boyu 3 dəfə təkrarlanır. Hər dəfə 15 dəqiqə olmaqla və xüsusi LED işıq vasitəsilə prosedur həyata keçirilir. Prosedur nəticəsində pasiyentin dişlərinin rəngi 3 ton açılır, əldə olunan rəngin qalıcılığı 3-5 il arasında dəyişilir. Prosedurdan sonra dişlərdə hər hansısa bir həssaslıq problemi yaşanmır. Və budur. Artıq yekun nəticəni görürsüz. Sadəcə 1 saat ərzində daha bəyaz dişlər və özgüvənli gülümsəmə ilə pasiyentimizi yola saldıq. Bəs siz belə bir gülümsəmə arzulamırsınız?